Salamçı, mən Arzu. Salam, əleykum, mən Könül. Biz yenidən gəldik. Bəli, ümid edirəm bu dəfə baxarsınız videomuza. Axırıncı baxdım 25 izlənmə, dedim ki, yaxşıdır. 5 istəyənlər, 20 istəməyənlər olsa okeydir. Davam edirik. Bəli, ilk videodur, ola bilər. İlk videonun qıdaq olmaz. Necə keçir həftən Könül? Biraz belə aktiv keçir bu son həftələr. Həm kursa falan başlamışam deyə, həm də özümüzdən belə qərara gəldik ki, Salihlə hər 6-cı gün növbəti həftənin planını quraq, həftə sonu ya da həftə harasa getməyə. Ona görə bu dəfə məsələn getmişdik muzeyə, Göbəkli Təpə haqqında. Bu arada çox maraqlı idi. Mən düzü belə gözləmirdim, gözləyirdim ki, şey olacaq, nə deyirlər ona, şəkillər filan. Bildiyin Göbəkli Təpədən heykəlləri gətirmişdilər, şok oldum. 90% əsl idi, bəziləri replika idi, açıq olanlar replika idi. Amma belə şu arxasında olanlar əsl imiş. Yəni onu çox sevindim onu gördüyümə. Mən gördüm, sən paylaşmışdın Instagramda, həmin dəqiqə baxdım. Mən də fikirləşdim ki, əslində xatırlayırsansa bu Türkiyə bildiyim zəlzələsi baş verən vaxtı müəyyən qədər şeylər onsuz oğurlanmışdı Hataydan, belə deyim də. Hətta əllərində bəzi deməyəcəm, əl çəkmək istəmirəm hansı ölkədən falan, ona görə ki, biraz qəribə çıxır. Onsuz bəzi mən onu. Nəysə, həmin ölkədən bir qada gəlibdi Türkiyəyə kömək məqsədilə. Əvvəlcə silahlı gəliblər. Dövlət deyib ki, yox, biz sizi silahlı icazə vermirik, ölkəyə girəsiniz falan filan. Nəsə silahlar qoyublar. Sonra gələndən sonra ki, bəzi bu xəzinədən olan şeyləri oğurlayıblar, hansı ki, sonrasında əllərində həmin o xəritələrlə şəkil falan çəkdiriblər, eləyiblər deyə. Mən fikirləşdim ki, görəsən yenə belə bir şey baş verir. Yox, bu Türklərin özlərinin təşkil elədiyi bir sərgi idi. Çünki hər üç dildə idi filan. İndi məsələn ora getdik, başqa bir-iki dənə də başqa aktivite tapmışıq. İndi gələn həftələr falan ora getmək. Nəsə də belə özümüz üçün aktivitelər tapmağa çalışırıq. Gözəl. Soyuq günlərdə. Belə. Sən neynədin? Necə keçdi? Mən də yaxşı idim. Əslində biz də əvvəl İbrahim biraz məşğul olurdu həftə sonları. İndi birazcık başı açılıbdı. Bilmirəm, bu həm yaxşı tərəfdən baxıram, həm biraz pis tərəfdən oldu, amma nəysə belə. Mən deyirəm ki, İbrahim nəsə eləyək həftə sonları. Bu həftə sonumuz əslində çox dolu idi. Rəfiqəmlə toyuydum. Gördüm onu. Balamı da götürdüm, hoppana getdik. O biraz həyecanlıydım sözün düzü. İlk dəfə idi uşaq o qədər çox adam olan yerə gedirdi. Deyirəm görsən necə olacaqdı falan. Okey idi, amma mənim öz qorxularım çox olur deyə. Nə bilim, 2 dəfə xəstələnibdi artıq. Mən artıq biraz paranoyak olmuşam. Və həyecanlanıram, görsən yenə xəstələnəcək, yenə nə olacaqdı falan filan. Artıq dedim, dayda olsun, gedək. Yəni ondan qaçış yoxdur onsuz da. Amma həqiqətən belə şey oluram ki, niyə belə olur da, belə biraz özümü günahlandırdım, biraz o tərəf. Sonra dedim ki, ayarsa onsuz bu uşaq xəstələnəcək də, yəni. Aynen. Qəşəng idi, gözəl oldu, özüm yaxşı hiss elədim. Nəhayət bir paltar tapdım, amma ki, bəzən paltar alırsan və bilirsən ki, onu bir daha geyinməyəcəksən. Bu yaxşı mövzudur bu arada. Mən də məsəl üçün artıq yenə Bakıya gedirik, yenə dostumuzun toyu olacaq. Daha doğrusu Salihin dostudur. Mən də özümə paltar axtarırdım və özümə söz vermişdim ki, belə bir şey alacağam ki, sonra mən onu necə dəyərləndirə bilim. Yəni onsuz da mən heç vaxt belə zərzəbonski nəsə almıram. Amma fikirləşirəm ki, məsələn, tikdiklərim filan qalıb Bakıda. Toy da elə şeydir ki, nə bilim, iş yoldaşı olanda da eynilərini geyinə bilmirsən. Ya gərək belə o necəsə şey eləyəsən də, yəni ora geyindiyin, ora geyinməsən. Mən onun şey deyiləm ki, ancaq bir dəfə geyindim, heç vaxt geyinməyəcəm filan. Yox. Mən məsəl üçün elə paltarlar var ki, həqiqətən çox sevirəm. Salih demiş, Məhəmməd paltarlarımı çox sevirəm. Həm də ki, çox yaxşı geyinirəm, səliqəli geyinirəm, necə təp-təzə qalır da. Nəsə bir mövzudan, o bir mövzuna Nəysə, çünki bu dəfə də gedəndə bir neçəsini aldım elədim. Bu dəfə gedəndə hətta bir neçə dənə toy var idi. Amma birinə isə rəfiqəmin toyuna aldığım paltar geyindim məsələn. O paltarı çox sevirdim. Biraz belə Neylan toyuna olan paltarı geyinsən. Onu deyirəm. O paltarı çox sevirdim. O paltarı da hər toya geyinmək olmaz. Yəni biraz belə daha müasir toy falan olmalıdır da. Ona görə fikirləşdim ki, bu elə əsl ora o məclisə uyğun olacaq. Onu geyinmişdim. Bu dəfə də əslində fikirləşirdim ki, bəlkə əvvəlkilərdən nəsə geyinərəm. Sadəcə endirimdə çox qəşəng bir şey tapdım. Yəni heç olmasa o paltara verməsən, çox bəyəndim deyə aldım bir dənəsini. Nəysə, bu toy falan söhbətləri əslində xoşuma gəlir. Adam darıxır. Bir il getmirsən, eləmirsən heç yerə. Bakıya gedəndə o belə toya getmək xoşuma gəlir. Dost toyu falan olanda xüsusilə. Mən darıxmışam. Əylənirsən, eləyirsən. Nə bilim, indi bu dəfə də getməliyik. Görək. O belə Bakının, belə deyim də, Bakıya getməyin imzasıdır. İmzası kimi. Mən də fikirləşəm, axırıncı nə vaxt toya getmişəm? Deyəs 2019-cu ilin noyabrında mən axırıncı toya getmişəm. Noyabrın 11-i, niyə xatırlayıram? Eldar Anasyan toyuydu. Axırıncı getdiyim toy o toyuydu. Ondan sonra Leylan toyuna getmişəm. Leylan toy 2028 mart. Amerikadan gəlmişdim ki, nədir Leylan toyuna gedim rəfiqəmin. Sən rəfiqən Leyla. Axırıncı getdiyim toy o. Neçə il? 6 il.
Öz toyumda olmayıbdı deyə. TMI. Sizin Arzu gün zaksı olmuşdu, bağa yığışmışdıq. Belə Qəşəng. deyim də, Covidin ən sərt vaxtları, gizlin. Ayda. Özü həmin yay iki zaksımız olmuşdu. Bir Hə. sizin, bir də digər Leyla dostlarımızdan. Amma çox Çox qəşəng keçmişdi. Hələ də məsələn danışıram, deyirəm ki, deyirək bəs toy deyirəm, indi bir dənə, iki dənə toy günü sayılır da, bir də ki normal hoppan İbrahimə getdiyim günü idi. Mən sentyabr sayıram, həmin gün sayıram ki, o gündür bizim toyumuz. Qeyd edən həmin gün qeyd edirik biz. Bunu darıxmışam həqiqətən. Burada indi yaxşı keçdi falan da. İndi Azərbaycan toyundan söhbət gedir ki, axırca 2020-də olubdu. Ondan bu yana getməmişəm. İndi gözləyirəm qohum əqrabadan çağırmaq istəyən olsa mən Bakıda olanda ya istəsəniz bir də gedim yəni toy eləmək. Buradayam. O məsələ var da, o vaxt tutuzdurmaq söhbəti. Çünki uzaqda yaşayanda hər dəfə gedə bilmirsən filan. Məsələn, ona görə biz dostlarımıza filan əvvəlcən deyirik ki, yəni bizə 3-4 ay əvvəldən xəbər versinlər. Çünki başqa cür alınmır da filan. Necə? Nəcisinizsə bizi görmək istəyirsinizsə. Hə, eynən. Çünki biz əvvəlcən biləyə gərək, ona görə plan quraq nəsə. Mən belə baxanda mənə okeydir, amma Salih işdən çıxmağına, gəlməyinə görə filan. Ona görə biz əvvəlcədən gərək bunu bilək. Başqa bir şey deyəcəkdim. Mən çağırmasın, mənim yolum uzaqdır. Sən bilirsən necə ola bilər? Bakıya getdiyin halda təsadüfən kimisə toyu olsa, o halda gedə bilərsən deyə düşünürəm. Çünki məsələn Berlin də belə baxanda uzaq olmasa da, əslində məsələn biletləri elə Amerika, Kanada biletləri qiymətləridir. Çox belə absurd qiymətə biletlər məsələn azal filan görsən ki, 1000-dən aşağı heç nə yoxdur, 1000-dən yuxarıda aşağı deyil. Ay bax, gedəsi olmalı. Yenə gedəsi olmalı. O pulu özümüzə xərcləyək görün. Boş ver. Yox, biz necə ildə bir dəfə onsuz da gedirik, eləyirik, amma sırf deyim ki, hansısa başqa bir toya görə bir də getmək, o birincisi heç sərf eləmir. Mən demişkən, o məsələn Bakıya o qədər 1000 plus üstü pul verməkdənsə başqa yerə gedib harasa səyahət eləyərəm. Ona görə biraz məntiqsizdir. Amma belə ümumi eyni vaxta salanda maraqlı olur. Nəysə bir də nəsə deyəcəydim. Bir də mən əvvəl məsələn işləyəndə bir ara çox toya getdim. Bu hardasa 2014-cü il idi. Mənim yadımdadır. Mən özüm üçün pul yığmışdım. Nəsə bir dənə bir məsələ vardı onunla bağlı. Nəsə sonra o alınmadı. Mənim yadımdadır. Mən həmin ayı 900 manat təkcə toylara pul xərcləmişdim. 900 manat. Bütün o pulu toya verdim. Sonra özümə söz verdim ki, özə deyim ki, yaxın idilər mənim, yaxın belə münasibət yox. Çağırırlar da. Çağırırlar. Heç kəsə yox deyə bilmirsən. Sonra bir deyim, bir dəqiqə. Bu mənə lazımdır. Mən hardasa belə deyim də 2015-dən sonra başladım sıx səyahət falan eləməyə. Dedim, mən özümə söz verdim ki, ancaq yaxın münasibətim olan hamının, yəni olan insanların toyuna gedəcəm. Sadəcə salam sağ olun, iş yoldaşımdır deyə heç kəsin yəni toyuna getməyəcəm. Odur budur. Bir dənə orada yaxın rəfiqam vardı, onun toyu olmuşdu. O da 2017 idi səhv eləmirəmsə. Onun toyuna getdim. Başqa kim çağırdı? Deyirdim, üzrlü say mən gələ bilməyəcəm. Əvvəlcən demirdim gələcəm, getmirdim filan. Yox. Deyirdim, üzrlü say mən gələ bilməyəcəm. Çünki ən az hələ o vaxtdan danışıram da, ən az yəni 100 manat salırdım, gedib mən az salmırdım, eləmirdim. Paltardı, odur budur, gəlirdi 200-300-də çıxırdı. Çoxdan çağırar. Bilirsən niyə? Çünki mən o vaxtı səyahət eləyəndə də mən pulumu yığırdım. Hər dəfə bir dəfə bilet alırdım, bir dəfə otel alırdım, bir dəfə daxili transport alırdım. Elə gəzirdim. Çünki o vaxt insanlar fikirləşirdilər ki, səyahət eləmək üçün gərək milyonçu olasan, bu qədər pul olsun. Elə deyildi. Sadəcə mən prioritetləri müəyyənləşdirib elə eləyirdim. Nəsə toy söhbət açıldım. Ürəyim dolu. Nəysə. Amma yəni deyim ki, elə eləmişəm həqiqətən. Yığa bildin, mənə də görüm. Yığa bildin pulları bu dala ya yox öz toyunda. Dala deyəndə ki, gəzmişəm də. Yəni mən pul yığmaq söhbətim olmayıb. Mən əlimdəki sonuncu qəpiyə qədər bileti verdiyim oldu. Bonus almışam, Şri Lanka biletini almışam. Yəni birə-bir. Bacı öz toyunda pul yığa bildin dala. Öz toyumda pul yığmaq deyəndə ki, açığı yəni sağ olsun evdəkilər nə var idisə mənə verdilər, o heç. Amma yəni mən onu o da ki verilir. Dəftərə baxdımmı ki, nədə onadı? Bu adama mən məsəl üçün 150 manat salmışdım, mən gətirib 100 manat saldım. Baxdım o dəftərə, elə bir dəftər oldu mu, sinə dəftəri. Papam yazmışdı. Düzdür. Düzü mən sənə deyim ki, mən toyuna getdiyim adamların 90%-ni çağırmamışdım. Ölü yatırım. İş yerimdə filan. Sən niyə? Münasibətim yoxdur hal-hazırda. Deyim ki, mən onun toyuna getmişəm 2 ilində. Mütləq mənim toyuma gəlsin. Yox, o qədər inansan deyirəm 90%-ni çağırmamışdım. İndi başqa yerdə işləyirəm. Orada da mən heç toya işləyirdim deyirəm. Məsələn, orada işləyəndə mən heç kəsin toyuna getməmişdim, səhv eləmirəmsə, olmamışdı. Sadəcə komandadan hamını çağırmışdım. İndi gəlmək istəyən gəlmişdi. Hamısı sağ olsun, çox yaxşı iştirak eləmişdi hər iki mənada. Dostlarım da heç. Kontaktlarını ver. Bir də toy eləyəsi olsa çağır. Dostlarım mən də həmişə şey deyirəm ki, Bakıya gedəndə kimsə toy olsa falan, onsuz da iştirak eləyəcəm. Nəysə, onsuz da məndə belə idi. Ən yaxın dostlar idi, iş yoldaşları idi. Çox adam deyildi də. Yəni köhnə işdən də çox
bir nəfər, iki nəfər və belə çağırmışdım. Hmm. Ona görə o Mən şeylər bu cavabı yox kimi qəbul elədim. Saldığı yeri yığa bilməmsən kimi mən bunu qəbul elədim. o inansan saldığımı saymamışam. Sən dediyin ki, əslində çağırmamışam deyə, əslində məntiqlə yəqin ki, daha çox saldıqlarım olub, amma getmədiklərim də var da, onlar da belə kompensasiya. Amma yəni o demək deyil ki, məsələn, mən xaricdə olsam da, kimsə toy olsa özüm iştirak eləməsəm də, maddi iştirak eləyirəm. Sizə nə deyim? Mən elə şey düzgün saymıram. Çünki bizdə köhnə işdə bir dənə qadın var idi. Qadın dedim qız da. Köçmüşdü Amerikaya. Yəni hamı bunun toyuna gəlmişdi. Kimsə toyu olanda yəni şey eləmirdi də, heç kəsə göndərib eləmirdi. İnsanları gözləyirdi belə başa düşdün. Mən o şeyi, yəni söhbət falan olmuşdu oradan belə. Amma nə fikirləşirəm, mənim şəxsi fikrim. Mən bir dəfə ona eləmişəm, o səhv eləmişəm, uzaqdan pul göndərmişəm, nə isə. Amma fikirləşirəm ki, mən gedəndə özüm məsəl üçün canlı şəkildə verməyim, o hədiyyə verməyim daha xoşuma gəlir. Bilmirəm, mənim şəxsi fikrimdir ki, mən evlənən adamlara indidən sonra məsələn gedəndə özüm aparıb verirəm ki, uşaqlar biz iştirak edə bilmədik, gələ bilmədik, zırtı-pırtı. Baxır, yox, nə bilim, baxır hansı stajda insandır. Məsələn, iş yoldaşındırsa, məncə həmin an eləməyin daha məntiqlidir. Çünki nə bilim, bilmirəm, indi mən Bakıya gələndə görüşərik, bəlkə heç o gəlməyəcək. Onda mən ona çıxarıb biraz pul verməyim də yaxşı çıxmır. Məsələn, başqa iş yoldaşıma deyə bilərəm ki, indi təkcə bu yaxşı şeylərə aid deyil. Bəzi məsələn pis hadisələr falan da oldu. Burada ən sevdiyim şey odur ki, belə kart, bilmirəm orada var ya yox, amma kart veririk məsəl üçün burada. Belə Visa Mastercardları olur. Bir dəfə, iki dəfə istifadə etmək üçündür. Məsəl üçün həmin kartın içində 100 dollar, nə bilim, məsələn 50 dollar, 20 dollar fərqi yoxdur da. Bu kartı verirsən belə bir dənə zərfin içində, bir dənə də ayrı şey yazırsan ki, və salam necəsən bla bla bla. Məsəl üçün də belə təbrik edirəm toyuvu və bu sənindir. Əslində çox yaxşı söhbət. Sadəcə burada olmayıbdı kimsə belə gedək toya filan. Ona görə bilmirəm. Olanlar hamısı toydakı mahnılardan danış mənə. Nə fikirləşirsən toydakı mahnılardan? Məsələn, o mənim üçün çox vacib bir məqam idi. Öz toyumda da məsələn, o mənim üçün çox vacib. Mən şərt o deyil ki, sən Röyanı, ay nə bilim, Ayın Kazımovanı çağırasan nəsə. Düzü mən belə sırf toyda o şeyi də bəyənmirəm də, biraz belə konsert fason olmağı. Bəyənmirəm də istəyən çağırır da özü bilər. Amma o ara mahnılar, çıxıdı, nə bilim, belə avtovağzal mahnıları filan. Mən yəni həqiqətən heç mənlik deyil. Yox, mən bir can olmasa o toyda. Yox, mən toyda olmadı. Aynada gözəl. Heç nə, elə şeylər heç biri olmadı. O şey mənim üçün də doğrudan vacib idi. Salihdə həm də qaynanan falan da sağ olsun. Məsələn, o şeylərə fikir verən idi. Bizə bir neçə müğənni falan atdı. Axırda biz Süleyman Bəylini seçdik. Saksafon çalan bir dənə oğlan var. Gözəl. Hə, çox gözəl keçdi. Çox, yəni hamı da bəyəndi. Sonra nə qədər də məndən onları soruşdu, elədi. Hepsini çox gözəl apardılar. Mahnılar hamısı belə necə deyim, bilinən mahnılar idi. Estrada mahnıları, bəstəkar mahnıları belə idi. Sonra bir iki dənə belə başqa oxuyanlar da var idi. Gəldi belə diskoteka mahnıları da oxudular. Amma başqa belə DJ falan da vardı. Amma mən keçən dəfələr şeyə baxıram videoya. Deməli, çox yorğun idim. Çünki saç makyaj məni gecə 5-də çağırmışdı. 5-də niyə? Başa çatmır çünki. Deyim də niyə? Mənim bu saç makyaj ustasında çox insan məsləhət gördü, açığı. Düzü mən də fikirləşdim ki, mən iş yoldaşım var idi, mütləq ona getməlisən. Çox rəfiqəm də o eləmişdi. Dedim mütləq ona getməlisən. Düzü mən zaten nişanda mütləq getdin ora. Başqasına getmişdim. Sonra fikrimi dəyişdilər, nəysə buna yazıldım. Bunu da yazıldı. Nəsə beyni falan vermişəm, toya düzgün qalıbdı. Səhər sabah toydu. Mənə heç nə demir ki, səhər neçədə gəl. Mən də saat 5-də qaça-qaça, axırıncı gündə o qədər qaça-qaçdaydım. Nəysə şeydi, zəng vurmuşam ki, mən sabah neçədə gəlin. Deyib 5-də, deyirəm necə yəni 5-də. Mən də fikirləşirəm ki, toy 6-da, 7-dəsə bu axşam 5 ola bilməz də. Deyirəm necə yəni 5-də. Hə, bəs siz saat neçədə çıxmaq istəyirsiniz? Biz də keçən fotosessiya saat 12-də getməli idi ya 1-də. Onun üçün 5-də mən şok oldum. Bir gündən də az qalıb. Mən onu ləğv elətdirə bilməzdim. Başa düşürsən? Mən də fikirləşdim ki, bu yəqin belə oldu. İndi o bir rəfiqəmə yolmuşam ki, deyir, hə, deyəsən məni də belə çağırmışdı filan. Dedim yəqin bu normaldır da. Mənim də dərim yağlıdır. Mən özüm bilirəm ki, mənə o qədər vaxtda makyajda qalmayacaq da. Başa düşürsən, yağlanacaq filan. O cəhənnəm. İnsan yorğundur axı. Sən toyda, yəni əsas fiqur sənsən. Sən saat 12-yə qədər ayaq üstəsən. Nəysə, mən ora getdim. Ən maraqlısı, taksi çağırmışıq. İndi babam məni taksiyə otuzdurdu. Gecə gecdi də. Şeydi. Taksiyə oturmuşam. Oğlan da əlimdə fotoğraf falan şeydi. Oğlan da mənə belə elədi ki, "Xan, belə sən şaşırmayın. Bu vaxtda deyir hara gedirsiniz?" Aeroport tərəfdə deyil axı. Salon 28-də idi. Fikirləşir ki, bu insan əgər aeroporta getsə bu saatda hara gedir də, yəni. Dedim salona gedirəm. Dedim, "Nə salona? Bəs deyirəm toyumdur falan." Taksi şoförü də şok olmuşdu ki, taksi nə dərdləşirsən? Ondan sonra ətrafımızda nə qədər adamın toyu oldu. Mən heç kəs onu məsləhət görmədim. Yəni çox pis idi. Bildiyin acgözlükdən 15-20 nəfər yığmışdı. Eyni gün 15-20 nəfər şey eləyirdi. Səhər ki ucuz da deyir. 450 manat mı, 400 manat pul vermişdim mən ona.
Ay, ay, bu əvvəlcə biznes deyil, yaxşı biznes. O acgözlük, bu biznes deyil məncə. Bu həqiqətən acgözlükdür. Yəni insan mən demirəm pis ustadır. Bu insan bəlkə də yaxşı ustadır. Vaxtında bir insana həqiqətən də səlis oturub işləsə üstündə. Bu bizə necə deyir ki, bir nəfər sənə kanal ilə betonlaşdırır. Elə bir şey proyekt bunu ötürürlər ki, hə gözə elə, keç, saç elə, belə də elə bir ki, dayanmadan özünə də yazığı gəlmir. Ayaq üstə dayanmadan işləyir. Mən orada əsəbləşmişdim. Mənim saçım açıldı. Deyirəm ki, mən belə saç istəməmişdim də. Nəysə, mən o yorğunluğu gəlməsin ki, pis gün. Hə, mən gəldim evə saçımı özüm düzəltdim. Sən təsəvvür edirsən, toy günü mən gəlinlikdə saçımı vurmuşam. Yəni o fotosessiyadan gəldim, mənim saçım açılmışdı. Mən saçımı vurmuşam, o istə bir şey istəyir özü. Oktyabr olsun istəyir. Hə, nəysə. Orada hər şey izləyirəm mən belə ki. Sən sonra siz zəng vurmuşdunuz, kol elədik. Elə oğlan evi gəlməmişdən, Yadımda belə bir oğlan evi gəl. Hə, Leyla ilə ikimiz idik. Mən amma o yorğunluğa baxmayaraq, mən toyun axırına qədər oynamışam, əvvəldən axırına qədər. Yəni çox yorğun olsam da çox əylənmişdim. Nəysə. Maraqlı keçəklər. Mən də indi fikirləşim görürəm. Mən belə biraz makiyaj etdirmişdim, amma ki pis deyildi. Nətər idi? Mən ümumiyyətlə gözüm biraz allergikdir belə deyim də. Karandaşdır, tujdur falan hər şeyi vura bilmirəm. Öz şeylərimi istifadə etməliyəm və mən bunu deyirəm ki, bu belə də olmalıdır da. Götürüb bunu vurur, almır şey liner vurur. Mən onsuz gözüm iridir. Liner vuranda mən gözüm lap verilənir. Yəni nə qədər ağlamaq istəsə məni belə. Belə siz deyim, not deyirəm, olar mı siləsə? O deyir ki, niyə deyirəm ki, mənim gözüm çox pis görünür də belə. Okey, mən bəlkə günə gözələm. Sən də deyirsən ki, gözəl. Amma mən niyə o günə salırsam? Bu mən o günə salmadan ifritə yoxşuyurdum. Bəzi adamlar var ki, makiyaj onları gözəlləşdirir. Mən makiyaj çirkinləşdirmirəm, amma sifətimi dəyişir. Mən bir sərtləşdirir. Məncə sadəcə olaraq o düzgün üzü tanıyıb düzgün eləmək lazımdır. Hamıya eyni şey yaraşmır axı. Hamıya inkubator kimi eyni şey eləyə bilməzsən. Onu sildirdim, elədim falan da filan da nəysə day. Amma xüsusi bir şey də yox idi. Amma bu gün olsa, bilmərəm ki, nə etməliyəm sözün düzü. Yəni bu gün olsa ki, bu gün desək Arzu sən toyundur, bir həftə sonra mən bilmirəm nə edərəm. Paltar mənasında, nə bilim, saçlı makiyajlı heç bir şey yəni bilmirəm nətər olar. O vaxtda bir pandemiya dövrü idi. Yandan albaşına kül başına elədik bir şeydir. Amma yəni indi o qədər qorxaram, həyecanlanaram ki, o bir paltar seçməkdir, gəlinlikdə gəzmək. Heç həyecanlanmamışdım. Adamın içinə çıxmaqdır. Bir də çıxmaq məsələsi. Mən hamıya demişdim ki, mən səhnədən çıxmayacağam. Mən səhnədən çıxmayacam. O nədir? Səhnədən çıxmaq. Çünki qorxurdum, yıxılaram, səhnədən çıxaram. Bir də səhnədən düşürsən zaman. Yıxılaram, bir biabır olaram. Bəs baxma, hamı sənə baxır. Onda da adam belə həyecanlanır ki, bütün diqqət sənin üstündədir. Sən səhnədən düşəndə pilləkən var orada. Mən də demişdim ki, mən səhnədən düşməyəcəm. Biz səhnənin arxasındayıq. O momentdə Salih mənə qayıtdı ki, "Bəs sənin pulu kartın, sən vizanı veriblər." Mən vizadan cavab gözləyirdim. Hə vermə. Amma indi deyirsən, bu necə oldu ki, səhnəyə çıxdım. Mən burada düşməyəcəm, burada şey olmalı deyə. Deyir, "Yox, qorxma, bəs buradan düşəcəksən falan." İndi mən də işdə özümə fikirləşirəm. Mən işdə hamı edirəm. Mən səhnədən düşməyəcəm. Səhnədən düşməklə nə gəlir? Səhnədən düşür. Nəysə. Bir də bir mədən fikir verdim. Əslində deyirlər ki, gəlinlər toyda baş aşağı falan olur. Onun səbəbini başa düşdüm. Çünki paltar adamın ayağının altında qalır. Sən baxırsan ki, paltarıma gəzə bilim yoxsa yox, səbəb odur. Yəni məncə insanlar nazlanır deyə aşpaşdan aşağı eləmir. Yəni ən azından məndə elə oldu ki, bilmirəm, ay bacı görməmişəm. Yaşamamışam, onu bilmirəm. Nə bilim. Arada İbrahimə deyirəm ki, bəlkə bir toy. Bu da deyir ki, ay qurtarmadığına deyir bu şey ki, Azərbaycandan deyir çıxın, Azərbaycan səndən çıxa bilmədi. Dedim, nə bilim, arada fikirləşirdim ki, o vaxtı deyirəm ki, indi eləyim sonra. Sizin korona vaxtı oldu deyə, mən o qədər tanıdığım elə insan var ki, yəni eləmədilər. Əslində indi o dövrdə oldu deyə normaldır da belə olmağı. Hətta sonradan məsələn eləyənlər oldu. Düz uladın ki, əzəldən mən dedim ki, toydan zəhlənmir, istəmirəm toyum olsun zət. O qədər uladın ki, toyun da olma. Dedim, nə oldu? Mən elə fikirləşmirdim əslində. Mən əvvəlcə elə demişdim ki, mən ancaq toyda görmək istədiyim insanları çağıracağam. Mənim 5-ci qat, neçənci qat qohumumdur, nə bilim, üzünü görmədiyim, tanımadığım, sırf nəsə bir körpü əlaqə var deyə mən elə insanları görmək istəmirəm toyumda. Çünki mən onu görsəm tanımayacağam kimdir. Başa düşürsən? Sırf yəni nə bilim, məsələn mən mama deyirdim ki, necə tanımadığım insanların toyuna getməyin də. Əgər yəni toya çağıracağam deyə gedirsinizsə, mən onları çağırmayacağam. Yəni həqiqətən də sağ olsunlar mənim məsələn o şeydə kimə hörmət elədilər. Ona görə də toyda yəni ən belə görmək istədiyim insanlar idi. Yəni ona görə çox əyləncəli keçdi də. Qaynanam məsələn özə deyirdi ki, maksimum daha çox cavan çağırın. Cavanlar toy olan, çox olan toy maraqlı keçir. Ona görə də həqiqətən də nə bilim çox qəşəng keçmişdi. Elə yazdı. O düzdür, amma mən öz şeyimdən deyirəm. Bizdə toy olsaydı nətər olardı? 100% qara zurna olacaqdı. Mən qərib olmasın. Mən desəm də ki, nədir? Mən müasir o da olacaqdı öz yerində, amma bir qara zurna da orada olmalıydı. Bizim bunu sümüyümüz tələb edir. Mən müəyyən bir yaşıma qədər deyirdim ki, ay Allah, bunlar nə ət tökəndiler, bu nədir belə? Başım ağrıyır. Bu musiqi yəni mən bir sənə sonra özüm də bilmədən bir də belə oynayıram belə. Dedim, mənə nə olub? Mənə nə olubdu? İndi də hardalarda deyirəm ki, okey, buradan caz da getsin, buradan qulağına saksafon da getsin, buradan daridum da getsin, amma bir qara zurna da oradan mənə bir səs versin. Bir qəribə bir şey oldu. Əslində belə deyirdim. Mən 25 yaşımdan zada qədər belə deyirdim. Ətim tökülürdü, hamıya lağ eləyirdim. Artıq mən həyatımın kamillik dövründə olduğum üçün mənim olsun. Keçən dəfə Eminlə danışanda dedik, artıq sənə qeybət etmək olmur, maraqsızsan. Ana olandan ruhani olmusan. Dedim hə. Həqiqətən də bir dəyişikliklər, bir update gəldi mənə.
Onsuz da elədir. Məsələn, update demişkən, mən məsələn özümdə ətrafımda çox adamda koronadan əvvəl və koronadan sonra olaraq çox fərq gördüm. Məsələn, insanlar həm sağlamlıq baxımından, həm maraqlar baxımından hamıda çox şey dəyişdi. Məsələn, mən özümdə belə deyim də, evdə çox qaldıq deyə minəsə, məsəl üçün daha çox çöl insanı yox, ev insanı olmağa başladım. Mən əvvəl evə gəlmək istəmirdim. Çöl insanı. İndi işdən çıxıb qaça-qaça evə gedirəm ki, ay Allah, evə gedim. Evdə nə edirsən? Kafasında uzanıb prosta kinoya baxacağam. Bəlkə o belə evə qaçırdım da, tələsirdim. Həmişə Kamil dostum falan məndən məzələrdi ki, nə edirsən ki, evdə? Nədir yenə bu evə gedir? Məsələn, axşam harasa gedirdik, əylənməyə falan, başım səs götürməməyə başladı. Bir dəfə hətta o qədər səs küydü, crazy bir yerə getmişdim. Qulağıma salfet qazanmışdım. O qədər səs küydü, çox məni narahat edirdi. Şeydir də, çox pis necədir? Müəyyən bir saata qədər otura bilirdim. Müəyyən saatdan sonra gördüm ki, Qocalmışıq. Mən başım səs götürmür, yoruluram. Məsələn, ya maraqlı gəlmir, maraqlı event olmur. Doymuşuq. Mən fikirləşirəm ki, mən İbrahimlə danışan şey deyirəm ki, İbrahim, mən o da var. doymuşam. Artıq o gəzməyə də doymuşam, o kava getməyə də doymuşam. Mən bəzən pis çıxmasın, uşaq pis də demirəm, üzr istəyirəm, amma bir var ki, müəyyən şeylər 18-20 yaşında görəsən, bir də var 25-dən 30-dan sonra görəsən. Bu ikisinin böyük bir fərq var. 18-20-də görürsənsə bunlar artıq 26-da falan, 27-də doyursan ondan. Ondan sonra köçən daha rahat şəkildə də belə xalq xətrin qalmır. Amma görməmiş olanda, hansı ki o azadlığı sonradan qazananda görməmiş kimi tamamilə razıyam. Mən doymuşdum deyə artıq o nə bilim 26-da, 27-də demirəm mən dünyalar gəzirəm. Amma ki, yəni özümə görə bir hörmətli bir çərçivədə gəzirdim. Eynən. Yalnız olmadan. Korona vaxtı partilər eləyirdik. Möhtəşəm idi. Mənim həyatımdakı ən gözəl vaxtlar idi. Çox əylənirdik də, inanılmaz əylənirdik. O yəni həqiqətən dramalarımızdan danışıram düzdür. Yadında ayda həqiqətən. Korona çətin vaxt idi, amma qəşəng vaxt idi. Biraz həyecanlı vaxt idi. Amma ki, mənim həyatımdakı ən gözəl vaxtlardan biri. Yığışırdıq bizə yadındadır. Məsələn, arada o da çox gözəl idi. Nə bilim, o yeni il vaxtı şey eləmişdik, dekabrın 25-i. Axırıncı dəfə hamı bir yerdə olan vaxt idi məncə. Hə, o da çox gözəl idi. Məncə belə gözəl xatirələrimiz var və həqiqətən də məncə də o kurqu o qədər bəyənirəm ki, heç kimə zərər vurmur. Rahatdır. Yəni heç kim şey eləmir ki, narahat olmur ki, ay bu mənim haqqımdır. Hamı özü kimi. Eynən. Mən də məsələn, mən fikirləşirəm ki, normal dost kurqu elə olmalıdır ki, kimə söz deyirsən, sabah fikirləşməyəsən ki, mən bunu dedim, görəsən bu gedib, mən sonra arxamca çıxar, ya da kimə sənəsə deyə. O yəni dost münasibəti deyil məncə. Toksik bir. Sadəcə bəzi insanlar dostluqla tanışlığı qarışdırırlar. İnsanlar elə bilirlər ki, oturub durduğu hər insan onun dostudur. Necə bizə kamil bir söz dedin dostluqla? Çünki bəli, dostluqla tanışlıq eyni şey deyil. Çünki sən çox adamla oturub durub yeyib içə bilərsən. O belə deyir, falan yeyib içmək dostu dediyin o tanışlıqla normal dostluq başqa şey, eyni şey deyil. Ona görə mən məsələn özümü yanında yaxın hiss elədiyim insanlarla uzun müddətdir ki, hətta korona da qabaq idi. Mənim çünki əvvəl başqa bir dənə qurğum var idi. Mən ondan qopdum, ayrıldım. Çünki gördüm ki, biraz belə toksiklik hiss eləyirəm. Nə bilim, belə o qulaqdan qulağa söhbətlər falan, belə şeylər. O gördüm ki, mən özümü pis eləyirəm bunlarla görüşəndə. Mənə lazımdır. Mən niyə görə özümü pis eləməliyəm falan. Tamamilə qopdum. Sonra fikirləşdim ki, bir də mən düzgün qərar idi. Bir də ki, bir müddət sonra da məsələn, kim ki mənə pis təsir eləyirdi. Gördüm bu insanlar görüşəndə bu toksikliyi tökür üstümə. Mən onların hamısını əlaqəni kəsdim. Gördüm özümdən yaxşı hiss eləyirəm. Həqiqətən. Onu məncə gözdən nəzər uzaqlaşdırırıq qulağımızdan. Biraz insan onu kiməsə deyəndə yaşlı başa düşmək olmur. İnsan gərək özü ona gəlsin. Mən o qədər belə xoşbəxtəm. Əvvəl 20 yaşlar möhtəşəm idi, 30-un başındayım. O qədər xoşbəxtəm. Deyirəm ki, ya bu stagelər olmalıymış və bu stage qayıtmalıymış, yəni gəlməliymiş. Kimsə mən deyəndə əvvəl başa düşmür, amma deyirəm ki, hə, indi bir də daha oturur hər şey. Bu müşahidə etməklə mi deyim, həyat təcrübəsi mi deyim, adamı yaxşı təsir edir. Bir dənə dəxilsiz yerdən söhbət etmək istəyirəm. Videoma baxıram, nə qədər şey, Azərbaycanda danışmaq yadımdan çıxdı. O qədər məşəd üslubunda ayrı danışıram ki, yadımdan çıxdı. Niyə belə oldu mən bilmədim. İndi fikirləşirəm ki, hə, okey, iş müddətini falan bəlkə yəni ingilis dərsində danışırsan, yəni yadına, amma Azərbaycan evdə danışıram mən. Amma yadıma düşür ki, Azərbaycan evdə danışanda da həm oradan bir ingilis dilində söz soxursan, buradan rus dilində söz soxursan, buradan nə bilim, nəsə də bir şeylər. Və bu ilə qərar verdim ki, Azərbaycan dilinə həsr edirəm bu kanalımızda. Mən oxuyurdum əvvəldən. Alacağım kitablarımı falan gətirmişəm, oxumağa davam edəcəm. Bu dəxilsiz söhbətindən sonra mən məsələn bəzən o deyirsən, fərqli sözlər istifadə edirəm. Mən elə sözlər istifadə edirəm, Salih onların Azərbaycan versiyasını deyir. Baxmayaraq ki, o sektör olubdu. Əvvəllər onu mən eləyirdim. Cəmaata deyirdim ki, bu Azərbaycanda belədir. İndi niyə belə olmuşum? Çox tərbiyəsiz, amma nəysə. Uşağımı daha yaxşı öyrənməsi üçün Azərbaycanda səlis danışacağam bundan sonra. Məncə də. Mən də məsələn istəyirəm ki, uşağım bilsin Azərbaycanı, olsun ki, xaricdə yaşasın. Onu mütləq bilməkləri fikirləşirəm. Ona görə ki, mən də bilmək lazım. Dildə nə fərq var? Amma Azərbaycan dilində türk dilində rahat biləcəkdir. Yəni avtomatik olaraq fikirləşirəm. Buradan deyirəm ki, özüm fransız dili öyrənirəm ki, uşağım da fransızca bilsin. Keçən ildə kim soruşdu, niyə öyrənirsən? Deyirəm ki, mən bu uşağı cəmaatın içində necə Azərbaycan dilində sözümü deyim, ürək sözümü. Bir fransızca deyim ki, bu cəmaat başa düşməsin. Bəlkə kəlmə nə bilim anlayacağam bunu. Deyəcəm, ailə sirrini ortada açma. Onun üçün dilindən öyrənirəm ki, belə yavaş-yavaş belə gizlincə qulağına pıçıldayım ki, özü yaxşı apar. Özü pis aparma. Belə işlərə könül. Nəysə, uşaqlar, məncə söhbətimizi yekunlaşdıraq. Bugün toydan söhbət elədik. Gələn dəfə danışmaq istədiyimiz bir mövzunuz varsa, fikriniz varsa, zərbtamıza yazın. Özümüzə şərh etmək. Rəylərdə qeyd eləyin. Öz təcrübələrinizi və yaxud bizə mövzu ilə bağlı fikir verə bilərsiniz. Danışaq. Öz gözəl fikrimizi ortaya qoyaq. Bu beyin nə qədər istifadə. Gələn dəfə şeydən danışaq. Xarici ölkədəki həyat.
kimi bir şeylərdən danışaq. Kimsə niyə burada qalmaq istəyirsən, niyə orada qalmaq istəyirsən, Bakı nə üçün darıxır falan filan. Sizə də bir mövzu olsun uşaqlar. Yazın bizə, öz təcrübələrinizi yazın. Öpüşün sizi. Shortslarımızı qoyacaq, like eləmək yaddan çıxmasın. Instagramda paylaşaq. Hadi. Öpüşün. Bye. Like etmeyi unutmayın. Aa, çok sağ ol. Bye.